tatlıdır, doyunca ye. Şüphede. Senin adın nedir ay güzel? Senin adına kurban olum. Dayan söyleyeyim sana gazel. Koyma beni bir gül tek solum. Ay kız geçme bizim ahladan. Bu yürekten neler var neler. Ne olur bir söz alın senden. Dayan geçme incime menden. Dünya senindi güzel, alem senindi. Sevgi bir oldu güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Vallahi bir yüreğim var, o da senin. Ay kız geçme bizim ehlerden. Ama bakır sana, ama heyran olur. Aydın gözəllərim mənə, mən səndən bir söz alan oldum. Dünya senindi güzel, alem senindi. Sevgi bir baldı güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Vallahi bir yüreğim var, o da senin. Neler dedim, ne diller döktüm. Bir de geçme bizim mahreden. Ne istersen denen görür. Göyden ulduzları da derem. Dünya senindi güzel, alem senindi. Sevgi bir baldı güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Vallahi bir yüreğim var, o da senin. Dünya senindi güzel, alem senindi. Sevgi bir baldı güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Vallahi bir yüreğim var, o da senin. O da senin. Detektivler, hər halda eşitdiniz. Bəlkə də, mən detektiv deyiləm, amma bəlkə də mahanda da hansısa bir ipucu var idi. Hə, bir də gördünüz yazılmışdı, gözəlin dönəri. Buyurun, Faiq bəy, sizdən başlayaq. Mən valla ağa, öz fikrimdə qallam. Gözəlin dönəri yox, daydayın dönəri. Çox yaxşı çıxışdı. Artıq ikinci dəfədir ki, dönər belə ləzzət verir oxuması ilə və o səsini necə gizlədirsə, öz əsl səsini necə gizlədirsə, çox da belə gözəl, müvəffəq olub ki, bizə allatsın. Amma ipucularından özdəki hələ ötən verilişlərdən söylədiyi ipucuları da var ki, onları bugünkü ipucularıyla üst-üstə qoyub bir qənaətə gəldim. Deyir ki, 20 kilo arıqlamışam. Bəli. Bu bir. İki, deyir ki, cavanlar məni çox sevir. Və sonra deyir ki, toyda dönər yemirlər güya. Bax, bu üç ipucudan bir qənaətə gəlirəm ki, cavanlar məni sevir. Vaxtikən cavanlardan çox gözəl qrup təşkil eləmişdi və o qrup Azərbaycanda çox böyük populyarlığa Hansı qrup? malik idi. Atrio. Orada kim? Toylarda var-gəl eləyir və gözəl də ifa eləyir, gözəl də toy idarə eləyir. 20 kilo arıqlayıb hamımızın gözün qabağında. Kim? Abbas Bağırov. Abbas Bağırov. Mənim Murad. Təəccübləndiniz. Qəşəng versiyalar. Valla Yerdim mənim də. ulduzlarımın barışmama... Detektiv, muncuq düzdür. İndi cavab ateşi. Valla mənim ulduzlarımın barışmadığı yeganə maska dönərdir. Hərçəng mən dönəri çox sevirəm. Amma onun üstündəki tük, yəni bığları məni çox narahat eləyir. Xahiş edirəm. Antisanitariya. Rica edirəm. Biz oğu burada Qida qoymuşuq ki, təhlükəsizliyi yeməyəsiz onu. agentliyinə səslənirəm. Xahiş edirəm, gələn buraxılışda dönər bığsız çıxsın səhnəyə.
Yolur özünü yazıq. Yolur bayaqdan ki, xoşuma gəlsin. Faiq Ağayev. Bax bu ipuçların arasında birini unuttunuz. Mənim daha bir... Qohumlarım çoxdur. Atrio dediniz. Elə bildim Ramal deyəcəksiniz. Ola bilər, amma bir dənə də Murad Yox, yox, Murad boyu fikrini uyğun gəlmir axı, Murad tamam. fikrini bitirənəcən bir şey də deyim. Abbasın çox maraqlı C hərfinin tələffüzü var. O Gəncəlidir bilirsiniz. Onlar bəzən C hərfinə J da deyirlər. Bax C ilə J-in arasında bir tələffüzdür və mən onu ancaq Abbasdan eşitmişəm. Amma Bax, o da 15 var. 15 ildə tituludur mu Abbas? 15 il varmı? Əməkdar artisti mən sadəcə yadımdan çıxıb neçənci ildə olub. Və o yadımda deyil ki, 15 ildirsə gəlir çıxır 2011-ə. Deyilmi? Amma başqa bir məqam var. Deyir ki, əgər Abbasdırsa, dönər dedi ki, 90-cı illərdən gəlirəm. Biz Abbası hamımız, bütün radio əməkdaşları bunu yaxşı bilir. 2000-lərin əvvəli. 2002-ci ildən kəşf 2000-lərin etdik. əvvəli, hə. Biz yəni Abbas Bağırov kimi sənətçini 2002-ci ildən etibarən, bunu mən Amma dəqiq bilirəm. ondan qabaq... Ondan əvvəl oxuyurdu hardasa. Oxuyurdu axı. Oxuyur, onu... Eşki məhəbbət mahnısı ilə deyəsən də. Yox, xeyli sonra eşqi məhəbbəti xeyli sonra yazıldı. Ondan əvvəl eşqi mən önəmli deyil axı. İndi akt zallarında, Gəncədə toylarda onu danışmıram. 90-cı illərdən biz Abbası tanımamışıq. Bəlkə Dönər öz personajına bu cür yazır. O dedi axı Dönər Azərbaycana 90-cı illərdə gəlib və düz Bəlkə deyil. ona eyhamdır Murad. O dedi 90-larda Dönər Azərbaycana gəldi. Bəlkə Bakıya gəlib 90-larda. Bir şey Ha, o soruşum. da var çünki... Dönər gəlib Bakıya 90-larda. Yox, Bəlkə Abbas da Gəncədən Bakıya 90-larda bəlkə gəlib. O da var. Bəs Onu siz Ramal, bilirsiniz. Ramal da qohumları təqribən- çoxdur, amma titulu yoxdur Ramalın. Bəlkə 90-cı illərə bu dünyaya gəlib. Yox, yox. Ağa, mən keçən səfər İlkin Həsəni demişdim. İlkin Həsəni. Bəli, Bu bu versiya versiyadan var. çıxmaq istəmirəm, amma 15 illik titullu olması məni narahat. Ola bilsin ki, 15 ildir Bozbaş titulu daşıyır. Ola bilər. Maraqlıdır. Nigar, siz nə söyləmək istəyirsiniz? Mən üzr istəyirəm, Bozbaş adını daşıyan 15 il kimdir ki? Yəni Bozbaş Pictures 15 il onlar da var. Hə, Bozbaş Pictures. İlkin Yox, Həsənidirsə. mənə elə gəlir ki, onlar da 2011-dən tez başlayıblar. 2011-dən tez başlayıblar. Biraz Bozbaş fikirləşək o Pictures. zaman. Can, Nigule xanım, buyurun. Gözəllik danışır. Bax, orada yazılmışdı gözəllik Faik dönəri. bəy. Burada deteksivlərin gözəlliyinin Çox sağ olun. sağ tərəfindəki danışır, Çox sağ sol olun. tərəfindəki də birisi var. Faik bəy deyir ki, dayday dönərə oxşayır. Dayday dönərə Buradan da oxşayır. bəli. Necə dayday dönərə oxşayır? Yox, dayday Dönərinə. dönərinə Dönərinə oxşayır. Dönər daydaya Burada oxşayır. da Murad deyir ki, bığı var, ay nə bilim nə. Mənə də lüt gəlir də, elə bir lütdür bu, bilmirəm. Nə gəlir? Nə? Elə bir Çılpaq, çılpaq gəlir. Özdə çılpaq bəyaları gəlir. çox Elə maraqlı bir durmuşdu. çılpaq. O futbolçular 11 Belə metrlərdə qalın. necə dururlar? Eynən durmuşdu. Mənə Nigar dönüb deyəndə ki, elə bir lütdü. Hə, bax belə, bax belə. Deyəndə ki, elə bir lütdü dedim, amma bırrıdır ya. Nigar xanım, sizin fantaziyanız çox gözəldir. Oo, nələr var, nələr. Hoppa. Dönərin üzü qızardı, bax. Üzü qızardı, utandı. Camilə Babayeva. Yox, mən bitirmədim. Alo. Ağa! Alo. Ağa, bitirmədi. Mən Hə, bitirməyib düşünürəm elə ki, Nigar, buyurun Nigar. mən düşünmürəm ki, bu müğənnidir. Mən düşünürəm ki, bu aktyordur. Bu aktyordur. Bəli, Hansı aktyor? aktyordur. Müşfiq Şahverdiyev mən düşünürəm. Əla, təşəkkürlər. Buyurun Kamilə xanım. Səncə Müşfiq belə oxuya bilərdi? Müşfiq bundan da qəşəng oxuyar. Hə. Səsi var. Danışır Kamilə Babayeva. Təşəkkürlər. 20 ildən çoxdur ki, titulu var söylədi, hə? 15 ildən çoxdur da, hə? Elə 15 ildəki titulu var. Okey. 20-yə gəldim, çıxartdım. İlkin Həsəni, hə, var ağlımda, amma o qoy qalsın bugün kənarda. Ağlıma gəldi titulu, faytonçu, titulu var. Arıqlayıb, Nazim. Bəlkə elə bu faytonçu Nazim də arıqlayıb. Yeni bir ad. Özdə bir suyu da oradan da oxşayır, Nazim Paytonçuya dönərimizi. Alo, Coşkun. Coşkun bəy, kostyumunuz bahalıdır. Çox sağ olun. Onu geyinən bahalı oğlandı. Ay sağ ol. Həri! Titulu nə vaxt almısınız? Titulu. 14-də, mən deyim. 14? 2014-də. Neçə il? 15 il eləyir? 11 il. Rafael İskəndərov. Bu elə Samir Piriyevdir. Həm arıqlayıb. Amma titul söhbətindən mən Samir Abbas qədər arıqlamayıb.
Coşqun bəy, Murad dedi Rafael. Rafael arıqlayıb. Rafael nə arıqlayıb, nə kökəlib. Maşallah İyiydi formanı qala. saxlayır o. Formanı saxlayır. Buradan salamlar Rafaelə. Rafael salam. Hamımızdan salamlar Rafaelə. Salamlayırıq. Detektivlər, gəlin dönər danışsın. Özü haqqında iki məlumat versin. O da sizə kömək olacaq. Bəlkə də yeni adlar ortaya çıxacaq. Özü haqqında iki məlumat verəcək. Doğru və yanlış məlumatı. Auditoriya, kömək edirik detektivlərə. Alqışlarla təbii ki və beləliklə dönər özü haqqında iki məlumat verir. Məlumat 1. 10 ildən çoxdur ki, öz şirkətimi təsis etmişəm. 10 ildən çoxdur ki, öz şirkətimi təsis etmişəm dedi. İkinci məlumat. Bərbər kimi çalışmışam. Bərbər kimi çalışmışam. Auditoriya, o dedi ki, öz şirkətimi təsis etmişəm. 10 ildir öz şirkətimi təsis etmişəm. Sonra dedi ki, bərbər kimi özümü sınamışam. Auditoriya 10 ildir ki, şirkət təsis etmişəm versiyasını daha doğru bildi. Siz necə bildiniz? Coşqun bəy, sizin fikriniz hansı inandırıcıydı? Bu elə ilkinə sənin deyir. Hə, İlkin Həsəninin şirkəti var. Təxmindir Media ya. şirkəti açıb. Amma Abbas, indi bildiyimə görə onun studiyası var idi və mən hətta orada səs yazmanı eləyirdim və bildiyimə görə şirkəti də var. Ona Hoppa. görə bərbər olmağına inanmıram. Bəlkə hansısa bir... Misal üçün, mənlə bir yerdə o qış nağılında çəkilirdi. Orada kisəçi rolundaydı. Bəlkə hansısa bir klipində bərbər kimi olub, bəlkə hansısa bir konsertdə, deyək ki, obraz olaraq bərbər olub, onu istisna eləyə bilmərəm. Amma şirkəti olmağı mənə publikaya necə ki daha inandırıcı gəldi. Mənə də daha inandırıcı gəlir ki, 10 ildən çoxdur ki, şirkəti var. Bu dönər personajı çox gəlizdir. Niyə? Çünki biz niyəsə sənətçilər, müğənnilərin üzərinə gedirik. Amma çox asan bir şəkildə burada misal üçün Hikmət Rəhimov ola bilər. Hansı ki, heç müğənniliklə məşğul deyil. Azər Aydəmir ola bilər. Emil Quliyevin özü ola bilər. Hansı ki, biz keçmişi haqqında yaxşı məlumatlı adın əmkarlarımız Amma sən öyrəndik. dediyin insanların heç birisi 20 kilo arıqlamayıb. Nə bilirsin? Emil Quliyevi nə bilirsin? Azər Aydəmir arıqlamış daha Aydəmiri mən yeri. tanıyıram. Azər Aydəmir arıqlayıb. Çoxdan tanıyıram. Azər Aydəmir əksinə kökəlib indi. Amma bir Yox, arada arıq idi. arıqlamışdı da. Bundan öncə arıqlamışdı da. Arıq idi. Hə, bir Çox ara arıqlamışdı. gəldi, arıqladı, Dediyin sonra kökəldi. insanların heç birisinin 10 ildiki şirkəti yoxdur. Nə bilirik axı? Mən Azəri tanıyıram. Ona görə Emil bilirəm. Quliyev haqqında bir şey Emil bilirsiniz? Quliyev o qədər yaradıcı insandır ki, mən inanmıram ki, onun şirkət açma bir deyək ki, bacarığı olsun. Yox, serialları elə öz şirkətindən də çıxa Əlbəttə. bilər. Misal üçün. Amma 10 ildən çox deyil. Bu Promete ola bilər. Yox. Xostan. Niyə? Niyə? Çünki Prometenin səs rəngi tam başqadır da. O reperdir. dəyişər. O reperdir. Və o bu qədər intonasiya eləyə bilməzdi. Və açıq deyim, mən Metəni çox sevirəm. Çox sağ olun Faiq bəy. Coşqun bəy, son təxmininiz kim? Son təxminim elə mən Samir Piriyevin Samir Piriyev. təxminində qalıram, bəli. Kamilə Babayeva. Qoy hələ ki, olsun faytonçu Nazim. Faytonçu Nazim. Faiq Ağayev. Qaddan qalım. Qaddan qalım. Qaddan qalım. Abbas Bağırovdur. Abbas Bağırov. Nigar. Yenə də Müşfiq Şahverdiyev mən düşünürəm. Müşfiq. Mən də hələ ki bütün oxlar İlkin Həsəniyə aparır. Gəlin dönərimizi yola salaq. Teşekkürlər dönər. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Dönər maskası arxasında kimdir?